Mərcan klinikasında icra olunan əməliyyatda tibb sanitariya və təhlükəsizlik qaydalarının pozulduğu görünür. Xalqaza daxil olan məlumata görə Mərcan klinikasının həkimi Elman Əzimovun burun əməliyyatı zamanı üçün istifadə ediləcək qığırdağı qeyri-steril şəraitdə yerdə əzdiyi görünür. Məlumata görə klinikada əməliyyatlar qeyri-peşəkarlar tərəfindən aparılır. Doktor Elman Əzimov ümumi cərrah olsa da, estetik əməliyyat lor cərrahlıq kimi fəaliyyət göstərir və bu sahədə kifayət qədər ixtisaslaşma olmaması bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, bir çox pasiyent sosial şəbəkələrdə şikayətlər deyirlər. Onun icra etdiyi əməliyyatlardan sonra pasiyentlərdə sağlamlıqda çox ciddi fəsadlar yaranır. Rinoplastika əməliyyatı gəlirli sahə olduğu üçün Elman Əzimov minlərlə insanın həyatını təhlükəyə atır. Burun əməliyyatı etdirən şəxslərin sağlamlığına isə heç bir zəmanət verilmir deyə məlumatda qeyd olunur. Özünü lor cərrah kimi təqdim edən Elman Əzimova Mərcan klinikasının rəhbərliyi niyə bu şəraiti yaratdığını isə hüquq mühafizə orqanlarının araşdırması daha məqsədə uyğun olardı. Onu da qeyd edək ki, Mərcan klinikasının Milli Məclisin keçmiş sədri Oqtay Əsədova məxsus olduğu iddia olunur və bu mətbuatda yayılsa da təkzib olunmayıb. Məsələ ilə bağlı Elman Əzimovla əlaqə yaratmaq mümkün olmadı. Adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.